İlk sualda deyir ki, fikirlərdən yalnız biri düzgündür. Bir-biri ilə əks mənalı olan sözlər müxtəlif nitq hissələrinə aid olur. Bildiyimiz kimi bir-biri ilə əks mənalı olan sözlər antonimlərdir və antonimlər eyni nitq hissəsinə aid olur. Ona görə A variantı səhvdir. Amonimlər eyni leksik mənadan yaranan sözlərdir. Xeyr, amonimlərin leksik mənaları fərqli olur. Ona görə B variantı da səhvdir. Yazışı və deyilişi eyni, lakin leksik mənaca müxtəlif olan sözlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Söhbət burada amonimlərdən gedir və amonimlər də bildiyimiz kimi həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilirlər. Ona görə də C variantı düzgün variantdır. Amonim sözlərin başlanğıc formaları fərqli olmur, eyni olur. Vurğusu dəyişməklə mənası dəyişən sözlər sinonimlər deyirlər. Bunlar adlanır homoqraflar. Burada cavab olur birincidə C variantı. İkinci suala baxaq. Altından xətt çəkilmiş sözün sinonimini müəyyən edin. Dağlar qoyunu meşədir, nərgizdir, bənövşədir. Baxın, burada hörmətli şagirdlər, qoyun sözü qucaq mənasındadır. Cavab olur 2də D variantı. Üçüncü testdə deyir ki, çox mənalı sözlərlə bağlı hansı fikirlər səhvdir? Deməli, çoxmənalı sözlər eyni cür yazılan, lakin vurğusu müxtəlif olan sözlərdir. Səhv fikirdir. Birincisi fikir tamamilə səhv fikirdir. Vurğunun çoxmənalı sözlərə dəxli yoxdur. Çoxmənalı sözlər məcazi mənada işlənən sözlərdir. İlkin məna ilə yanaşı əlavə, törəmə məna bildirən sözlər çoxmənalı sözlər adlanır. Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruridir. Bəli, bu düzgündür. İkinci variant düzgündür. Məsələn, ayaq sözü, insanın ayağı, bir də var küçənin ayağı. İkisi də aşağı hissəni bildirir. Baxın, ayaq sözünün həqiqi mənası insanın ayağıdır, amma küçənin ayağı məcazi mənadadır. Əsas məna ilə bağlılığı var, çünki ikisi də aşağı hissədə yerləşir. Ona görə ikinci variant düzgündür, ikinci cümlə. Üçüncü cümlə deyir ki, düz, ağ, quru sözləri çoxmənalılıq ifadə edə bilər. Bəli, düz, ağ, quru sözləri çox mənalılıq ifadə edə bilər. Məsələn, düz söz ola bilməz, məcazi mənadadır, çox mənalılıq bildirir. Quru, məsələn, insan deyirik, o insan quru insandır, yəni soyuqdur, qurudur. O mənada məcazilik bildirir. Məsələn, ağ sözünü götürə bilərik. Məsələn, ağ yalan, məsələn, burada da ağ sözü məsələn, məcazi mənadadır. 2 ilə 3 düzgün variantdır. Çoxmənalı sözlər tamamilə fərqli mənalar bildirir. Xeyr, çoxmənalı sözlər eyni mənalar bildirir. Tamamilə fərqli mənalar bildirən amonimlərdir. Ona görə burada cavab olur 1, 4. 1, 4 deməli səhv variantlardır. Cavab olur C variantı. Dördüncü sualda deyir ki, sözlərdən yalnız birinin mənası düzgün verilmişdir. Sözlərdən yalnız birinin mənası düzgün verilmişdir. Arfa, böyük, üçbucaq, çərçivə şəkilli simli musiqi alətidir. Bu düzgün variantdır. Sözlərin leksik mənasından söhbət gedir. Ona görə də burada cavab, 4də cavab olur E variantı. 5-ci sualda deyir ki, hansı birləşmələrdə altından xətt çəkilmiş söz çoxmənalılıq yaradır? İnsanın dili, qarmonun dili. Baxın, dil, insanın dili həqiqi mənadadır. Qarmonun dili, ayaqqabının dili, malın dili, bunlar mal deyərkən, yəni əşyanın dili nəzərdə tutulur. Əşyanın dili bu olur məcazi mənada. Cavab olur B variantı. 6. Nöqtələrin yerinə hansı sözlər yazıla bilər? Mülayim xasiyyətinə görə onu çox sevirdilər. Bəli, bu məntiq cəhətdən uyğun gəlir. Burada kobud sözünü, soyuq sözünü əlavə edə bilmərik. Məntiqə uyğunluq pozulmuş o hesab olunar. Butanın atəşpərəstlik dövründə yaranması ehtimalını irəli sürürlər ola bilər. C variantı uyğun gəlir. Bulağın da gözü var, tutulsa o quruyar. Bəli, C variantı, baxın, C variantdakı sözlər bu cümlələrə uyğun gəldi. 6-da cavab olur C variantı. 7. 7-ci sualda deyir ki, hansı fikir səhvdir? Nitq hissələrindən daha çox isim, sifət və feillərdə məcaziləşmə müşahidə olunur. Bu düzgün variantdır. Eyni ifadə həm həqiqi, həm də məcazi mənada işlənə bilməz. Bu səhv variantdır. Məsələn, düz sözü həm həqiqi, həm məcazi ola bilər. Düz xətt deyəndə həqiqi olur, düz söz deyəndə məcazi olur.
Ona görə də B variantı düz söz deyəndə, düz söz ifadəsi məcazi mənadadır, amma düz xətt deyəndə burada düz olur, həqiqi mənada. B variantı səhv fikirdir. Sözün leksik mənası onun birbaşa ifadə etdiyi mənadır. Bəli, bu doğrudur. Sözün həqiqi mənası məcazi mənasından öncə yaranmışdır. Bu da doğrudur. Çox mənalı sözlər, sinonimlər və antonimlər hamısı n-in hissəsinə aid olur. Doğru fikirdir. 8-ci sualda deyir ki, hansı cümlədə feil məcazi mənada işlənibdir? Külək yatdıqdan sonra elə bil dalğaların hirsi soyudu. Külək yata bilməz. Burada yatmaq məcazi mənadadır. Külək çünki yata bilməz. Burada cavab olur, deməli D variantı. 9. Nümunədə fərqləndirilmiş sözlər leksik baxımından nədir? Bir səs gəlir ürəyimdən, rıza yaz. Qarşı gündən gülümsəyən yaza yaz. Baxın, birincidə yaz feilidir, ikincidə yaz ismidir. Yaz feilinə yaz ismi bir-birindən amonimdir. 9-da cavab olur A variantı. 10-cu sualda deyir ki, fərqləndirilmiş sözlərdən biri yalnız amonim kimi işlənir. Burada fərqləndirilmiş sözlər əslində verilməyib, fərqləndirilməyibdir, amma biz bunu belə tapa bilərik. Məsələn, A variantında dolu sözünü həm çox mənalı kimi götürə bilərik, həm də deməli amonim kimi götürə bilərik dolu sözünü. Məsələn, ağzı dolu danışmaq deyir, filan kəsdən ağzı dolu danışırdı. Burada kimdənsə ağzı dolu danışmaq məcazi mənadadır. Daha sonra kəndimizdə bir də deyirəm ki, göydən yağan dolu burada həqiqi mənadadır. Deməli, dolu sözü həm çox mənalı oldu, həm də amonim oldu. Kəndimizdən bir yol saldıq şəhərə. Yol sözü də həm çox mənalı ola bilər, həm də amonim ola bilər. Yol sözü, məsələn, desəm ki, həyat yolu. Həyat yolu desəm, yol burada məcazi mənadadır, çox mənalı olur. Bir də deyirəm, getdiyim yol, bir də nəyəsə yolmaq, amonim kimi işlətdim. C variantında tut sözü, yediyim tut, bir də nəyəsə tutmaq desəm, bu olur amonim. Bir də deyirəm ki, sözü tutmaq, burada olur çox mənalı söz. Ananın dili söz tutmurdu. Dil sözü, bayaq dedik, həm çox mənalı ola bilər, həm amonim ola bilər. İnsanın dili, qarmonun dili, burada olur çox mənalı. Bir də deyirəm, Azərbaycan dili, bir də insanın dili. Burada olur amonim. E variantında tala sözü yalnız amonim kimi işlənə bilir. Tala meşədə olan, açıqlıq olan sahəyə deyirlər tala. Bir də talamaq mənasında olur feil kimi, isim və feil kimi. E variantı deməli düzgün variantdır. 11-ci sualda deyir ki, hansı cümlədə düz sözünün amonim taylarından biri yalnız qrammatik mənası olan sözdür. Bu o deməkdir ki, düz sözün amonim tayı köməkçi nitq hissəsi olmalıdır. Köməkçi nitq hissəsi kimi düz sözü də ədat ola bilər. Düzü lapla əvəz eləyə biliriksə, orada deməli ədatdır o. Məsələn, arı düz onun burnunun ucuna qondu. Arı lap onun burnunun ucuna qondu. Düz sözlə fikir verin, burada ədatdır. Deməli, düz sözü ədatla burada amonim ola bilər. E variantı düzgün variantdır. 12-ci sualda deyir ki, hansı cümlədəki sifət amonim söz kimi işlənə bilər? Sifət amonim söz kimi işlənə bilər. Acımaq sözünə fikir verin D variantında. Xəstəyə verilən dərman acı idi. Acı sözü həm sifəti ola bilər, həm də feil ola bilər. Acımaq, yazığı gəlmək mənasında. Ona görə D variantı düzgün variantdır. 13. Cırcıramanın sürfəsi suda... Baxın, süfrə ilə sürfə sözləri bir hərfə görə mənası dəyişibdir. Bunlar paronimlərdir. Ümumiyyətlə, bir hərfə görə mənası dəyişən sözlər paronimlərdir. Bunlar tamamilə fərqli mənalar bildirir. Sürfə ayrı şeydir, süfrə ayrı şeydir. Süfrə bizim evdə stolun üstünə saldığımızdır. Amma sürfə bitkilərin, üzr istəyirəm, heyvanların, həşəratların ilkin inkişaf mərhələsi sürfə adlanır. Ona görə buna deyilir paronim. Məsələn, sənət sözü də ona aiddir. Sənət D ilə yazılanda kağız sənət mənasını bildirir, T ilə yazılanda peşə mənasını bildirir və bu adlanır paronim. Sinonimlər aydın məsələdir. Yazışı, deyilişi müxtəlif, amma leksik mənasına görə yaxın olan sözlərdir. Homoform köklərinə görə mənası dəyişən sözlərdir. Homoqraflar vurğusuna görə mənası dəyişən sözlərdir. Amonimlər isə yazışı, deyilişi eyni, lakin leksik mənasına görə fərqlənən sözlərdir. 13-də cavab oldu D variantı. 14-cü sualda deyir, hansı fikir səhvdir?
Birbaşa cavab üzərindən getsək, C variantına fikir verin. Yara feili, bir də yara ismi amonim sayılır. Ümumiyyətlə, amonimləri başlanğıc formaya görə müəyyən etmək mümkündür. Başlanğıc formaya görə müəyyən olunur. Yara sözünün başlanğıc formasını feil kimi yara veribdir. Feil kimi. Yaramaq feili kimi veribdir. Amma isim kimi yaranı, yara isim kimi başlanğıc forma yarı götürübdür. Yara ilə yar bir-birindən amonim götürülə bilməz. Çünki amonimlər başlanğıc formaya əsasən müəyyən edilir. Ona görə də ümumiyyətlə C variantı səhv fikirdir. C variantı ümumiyyətlə səhv fikirdir. Yara isminin ümumiyyətlə başlanğıc forması yara götürülə bilərdi. Feildəki yara feilindən yara ismi amonim kimi götürülə bilərdi. Amma burada yara isminin başlanğıc formasını yar verib. Ona görə də biz bunu götürə bilmərik. Səslənməsinə görə oxşar olub, amma yazışı fərqlənən sözlər paronim adlanır. Bu düzgündür. A variantı düzgündür. Qiymətli daş adlarının insan adları kimi işlənməsi amonimlik yaratmır. Bəli, bu da düzgündür. Çünki almaz sözü məsələn qiymətli daş adıdır. Amma biz onu insan adı kimi işlətsək, ümumi və xüsusi isimlər bildiyimiz kimi amonimlər hesab olunmurlar. Ona görə də D variantı səhv fikirdir. E variantı, sait səsinin uzanmasına görə mənası dəyişən sözlər amonim sayılmır. Bəli. Amonim sayılmır. Sait səsi uzanmasına görə mənası dəyişən sözlər amonim sayılmır. Məsələn, nərə sözüdür. Nərə sözü uzanmaya görə, bəzən sözü, nərə sözləri, bunlar uzanmaya görə mənası dəyişən sözlərdir. Bunlar amonim sayılmırlar. 15-ci sualda deyir ki, nümunədə altından xətt çəkilmiş sözlər bir-birlə münasibətdə nədir? Sən çıxdın qarşıma duzla çörəklə, bağından dərdiyin güllə çiçəklə. Baxın, duz çörək sözü ilə gül çiçək sözləri bir-birindən yaxın mənalı sözlərdir. Bunlar hesab olunur sinonimlər. 15-də cavab olur B variantı. 16. Verilmiş cütlüklərdən biri sinonim deyil. Şəkər, şirin sözləri fərqli nitq hissələrinə aid olduğuna görə onlar sinonim sayılmırlar. Şəkər sözü isimdir, şirin sözü sifətdir. Biz bilirik ki, sinonimlər eyni nitq hissəsinə aid olur. 16 cavab olur D variantı. 17. Mətn sözünün sinonimi kimi verilənlərdən biri səhvdir. Baxın, mətn sözü dəyanətli, sarsılmaz, mətanətli, dönməz mənalarında işlənə bilər. İ ilə yazılan mətn sözünün mənası bunlardır. Mətn sözü məharətli mənasında işlənə bilməz. Məharətli başqa mənanı bildirir, məharətli qabiliyyətli mənasını bildirir. Mətn sözü isə dözülməz, məsələn, üzr istəyirəm, sarsılmaz, mətanətli, dönməz, dəyanətli, bax, bu mənalarda işlənə bilir. Mətn sözü isiz yazılarsa, mətn, hər hansı bir şey, məsələn, oxuduğumuz mətn mənasında ola bilər. Ümumiyyətlə, bir hərfə görə mənası dəyişən sözdür. Mətn sözü, yəni paronim sözdür. 17-də cavab olur B variantı. 18. Nümunələrdən birində antonim söz yoxdur. Deməli, çox bilən özünə, az bilən özgəsinə çəkər. Çoxla az sözləri burada antonim hesab oluna bilər. Qışda ocaq başı, yayda isə dağ başı, qış və yay sözlərini götürmək olar. Ağır ayaq başa, yüngül ayaq daşa dəyər. Ağır və yüngül sözlərini götürmək olar. Dünyadan qovulan kədər qəm olsun, qəzəbin, nifrətin, bəxti kam olsun. Burada antonim yoxdur. Bunlar sinonim sözlərdir. Ona görə cavab olur D variantı. 19-da deyir ki, hansı cümlədə antonim sözlər verilmişdir? Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə artır. Kədər və sevinç sözləri bir-birlə antonimdir. Cavab olur D variantı. 20. Antonim sözlərin işlənmədiyi cümləni tapın. Gecə dağlar, gündüz yığlar. Gecə və gündüz sözləri antonimdir. Gəl bölək dünyanı ikilikdə biz. Dərə mənə düşsün, dağı sən götür. Dərə və dağ sözləri götürmək olar. Böyük qalibiyyətlər kiçik məğlubiyyətdən başlayır. Böyük kiçik sözlərini götürmək olar. İsti bir avqust günü bu evdə bir həyəcan var. Qarşımda kim bilməyər, ayrılıq var, hicran var. Deməli, burada ümumiyyətlə antonim yoxdur D variantında. Ayrılıq, hicran sözləri sinonim sözlərdir. Bunlar ikisi də ayrılıq mənasını ifadə edir. Burada ümumiyyətlə antonim sözlər yoxdur. 20-də cavab olur D variantı. E variantında isə alçaq və yüksək sözləri bir-birlə antonimdir. Diqqətinizə görə təşəkkür edirəm.